Rusiya, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır. Bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Mikhail Galuzin bildirib. O qeyd edib ki, Moskva, Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına böyük əhəmiyyət verir və qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün tərəflərə dəstək göstərməyə hazırdır. Maraqlıdır, Rusiya bu təşəbbüslə regionda vasitəçilik rolunu qorumağa, yoxsa itirilmiş təsirini bərpa etməyə çalışır. Məsələni Today Press TV-yə şərh edən politoloq Telman Nüsrətoğlu bildirib ki, Azərbaycanın milli maraqları və bölgədə yaranan yeni geosiyasi mənzərə tamam başqadır. Stat: Mənim fikrimcə sülh sazişinin imzalanması üçün ən doğru məkan Azərbaycanla Ermənistanın müəyyənləşdirilmiş sərhədidir. Bilirik ki, bu məsələ uğrunda böyük dövlətlər geosiyasi mübarizə aparırlar. Ancaq saziş tərəfsiz bir ölkədə, məsələn Tbilisidə imzalana bilər. Tarixə də nəzər salsaq görərik ki, Xalq Cümhuriyyəti dövründə Azərbaycan və Ermənistan arasında anlaşma Tbilisidə imzalanmışdı. Nəticə etibarilə prosesin sərhəddə yox, Moskvada həyata keçməsi mənə görə doğru deyil. Statın sonu. Ekspert əlavə edib ki, vasitəçilik təklifləri artıq çox yersizdir. Stat: Mən deyərdim ki, artıq vasitəçiyə ehtiyac yoxdur. Çünki Azərbaycan və Ermənistan liderləri demək olar ki, bütün beynəlxalq tədbirlərdə görüşürlər, birgə müzakirələr aparılır, komissiyalarda birlikdə çalışırlar. Yəni bu mənada tərəflərin heç bir vasitəçiyə ehtiyacı olmadığını düşünürəm. Statın sonu. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.